Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Sallallahu ala Muhammedin ve alihi tahirin. Əmirül Mömininin məktəbi barəsində söhbət edirdik. Müxtəlif sahələrdə. Əmirül Möminin İslam dininin tərbiyə olunmuşudur. İslam dini bir geniş sahəli məktəbdir. Həm dünya görüşü var, həm əxlaq var idi, həm müxtəlif sahələrdə sözü vardı. Bir kamil bir məktəb bəşəriyyətə İslam dini veribdir. Əmirül Möminin də yaşayışı o cürdür, davranışı o cürdür. Müxtəlif sahələrdə söhbət eləmişik, yenə də davam verəcəyik. Onlardan biri ailədir. İslamda ailəyə əhəmiyyət çox verilib. Əvvəla ailənin möhkəmliyi səbəbdir, uşaqlar ilk orada böyüyür, salih uşaq böyüsün, salim uşaq böyüsün. Və ailənin salimliyi cəmiyyətin salimliyinə, salihliyinə də gətirib çıxardar. İslamda ailə mühüm bir məsələdir. Əlbəttə o ailə ki, Qərb mədəniyyətində izah olunur, o bir laqeydlik ailəlikdir. Çünki əslən ailə orada fəqət iki insan, bir erkək, bir qadın baxımından təfsir olunmayıbdır. Siz Qərb mədəniyyətinə baxın, ailə bir geniş mənada, necə əxlaq, laqeyd formasında tozih verilir, izah verilir. İnsan azadlığı əxlaqdan da üstündür. İnsan azadlığı ailəyə də öz işığını salıbdır, öz qaranlığını salıbdır. Ona görə ailə insan heyvan da düzəlir və sair. Yəni ailə modeli Qərb mədəniyyətində çox ağlamalı modeldir. Çox bəşəriyyətin tənəzzülü modeldir. Bəşəriyyət indiki dövr kimin bu məsələlərdə tənəzzül eləməmişdir. Özü də qanunlaşdırasan, rəsmiləşdirəsən. Hamısı nədən yaranır? Hamısı bundan ki, insan azadlığı nə şərt, məqsəd görür. Azadlıq şərt idi kəmala, dirçəlişə. O iki insanın həyatında məqsəddir, kamilləşmədir, dirçəlişdir, fəlahdır. Azadlıq buna bir qanaddır. Məqsəd deyil. Amma məqsəd görəndə hər nə izah olunur ondan. Əxlaq da onunla izah olunur, ailə də ondan izah olunur, ailənin formaları da ondan izah olunur. Ona görə İslamda ailə möhkəmliyi bir, ailənin o nəzm-i intizamı ki, çox diqqətə layiq bir zaddır. Quran buyurur ki, biz hər zada bir məxzən qoymuşuq, mədən qoymuşuq. İnsan istəsə, məsələn, mis tapsın, gərək mis mədəninə gedə. Dəmir mədəninə, qızıl mədəninə. Hər zadın mədəni var. Mənəviyyatın da mədəni var. İndi iman bir yerdə, hər yerdə iman olmazsa, o evlərdə ki, Allah adı zikr olunur. İman nuru orada olar. Nur surəsində var. Nur ayəsində. Quran buyurur, rəhmət və məvəddət də ailədə olar. Allah-u Teala buyurur, bu iki zövc, yəni xanım və kişinin arasında mən qərar vermişəm, məvəddət və rəhmət. Məvəddət, yəni əqilli məhəbbət. Bəzən insan bir sünni məhəbbət olar, zahiri görüntüyə görə, zahiri nişanələrə görə, bədənin zahiri gözəlliyinə görə. Amma davamda həmişə o bədən o forma qalmayacaq ki, görsən bu məhəbbət yoxdur. Niyə? Məhəbbət sünni formadadır, zahiri formadadır, bir səthidədir. Məvəddət, yəni o məhəbbəti ki, əqillidir. Eyni halda ki, İslam zahiri gözəlliklərə də
etinası var, diqqəti var, batini gözəllikləri üstün sayırı. İnsanın içərisi və batininin əxlaqının təmizliği, insanın əxlaqi dəyərlər ruhunda, qəlbində, batinində olmağının, deyir bu, bağlansın, bağlan, o içi bu dəyərləri də var içində, vəfadarlığı da var, fədakarlığı da var, xoş əxlaqlığı da var, eyni halda ki, zahiri siması da var, zahiri gözəlliği də var. Bunlar cəm olmalıdır. Üstünlük də o, batini gözəlliklərdir. Bu heç vaxt aradan getməz də. Getdikcə də biraz da dərinləşər. Çünki bu əxlaqi dəyərlər yetişilsə, xassiyyət olaraq böyüyər. Fidan da olar ağac. Fədakarlıq əvvəldə fidan idi, ağac olar. Xoş əxlaqlıq fidan idi, ağac olar. İnsan məhəbbəti ailədə möhkəmləşər. Çünki bir əsas qurulubdur, bir bünövrə ilə qurulub. Buna deyirlər məvəddət. İkincisi rəhmət. Rəhmət yəni güzəşt, keçinmək. İnsan hər zada reaksiya görsətsə, bu kərim deyil. Kərim o insana deyərlər ki, alicənab yaşayar. Xırdalıqlara reaksiya görsətməz. Hamının xətası olar, hamının səhv olar, hamının mümkündür sürüşmək olar. Dilində bir söz dedi. İnsan burada eləyə bilər, güzəşt eləsin. Ailə məvəddət və rəhmət ilə idarə olunur. Ağıllı məhəbbət, düşünülmüş sevgi və güzəşt və insan fədakarlığı ilə, ona deyirik rəhmət, buna deyirik məvəddət. İslam ailəni belənci bir zat bilir. Allah-u Teala buyurur, bunların arasında mən məvəddət və rəhmət qoydum. Yaxşı. Bu ailədə uşaq içi böyüyür, o məhəbbət və rəhmət ilə böyüyür. Həm insanlara nisbət səmimi olur, məhəbbətli olur və həm güzəşt eləməyi başarır, fədakarlıq eləməyi başarır, göz yummağı başarır, kərimcəsinə davranışı başarır. Çünki məxzəni buradır. Məxzəni ailədir. Məvəddət və rəhmətin mədəni ailədir. Qur'an ona görə ailəyə böyük bir dəyər ayırır. Əgər cəmiyyətdə istəyirik insanlar bir-birlərinə məhəbbətli olsunlar, o məvəddət məxzənindən gərək qidalanarlar. Əgər küçədə, ailədə insanlar bir-birlərindən güzəştə gedən olsunlar, gərək rəhmət mənbəyindən ailədə qidalanarlar. Quran nəzəri budur. Əvvələn ailəyə möhkəm baxır, əhəmmiyyətli baxır. İkinci cəhətdən də ailədə məhəbbət və rəhməti ailənin idarəçiliği bilir. Əmirül-Müminin əleyhissalam bu ailələrin bir nümunəsidir. Əziz Zəhra məsələsində o uşaqlar içi böyütdülər. İmam Həsən, İmam Hüseyin, Zeynəb Kubra və Ümmü Kulsum. İnsan bu ailəyə baxsa, əvvəl başa düşər ki, bu ailə nə cür böyüyüb ki, içində iki dənə məsum, İmam Həsən və İmam Hüseyin əleyhissalam. Zeynəb Kubra kimin? Əqilət-u Bəni Haşim. Bəni Haşimin ən əqilli insanı, ən tədbirli insanı. Əqilə yəni ən tədbirli. O çıxışları ilə, Aşuradan sonra rəhbərliyi ilə. Bu ailənin məhsuludur. İkinci nüktəyi ki, burada biz ailə bəhsində görürük, Həzrəti Zəhra və Əmirül-Müminin təhcə bir ailə bir-birlərindən ailə qursunlar, bu onun həyat yoldaşı olsun, o da bunun həyat yoldaşı olsun, bu forma deyildi. Bir ülvi məqsədlərlə də həmkarlıq eləyirdilər. Yəni ailə
sistemi kömək olmuşdu bunlar ülvi bir məqsədlərə bahəm olsunlar. İnsan əlaqəsini tərəqqi verə, əlaqəsini genişləndirə, ucalada. İnsan bir nəfərdən mümkündür dostdur. Amma fəqət salam əleyk dostluğudur. Onun huzur məclisinə gedir, bunun gəlir. Toyuna, yasına. Bir də budur ki, bu dostluq bir-birinə kömək eləyir inkişafda. Bir-birinin bu sırat-ı müstəqim yolunda bir-birinə əldir, bir-birinə gözdür, bir-birinə qulaqdır. Əmirül-Mömininlə xanım Zəhranın rabitəsi bu cür idi. O vaxt ki, lazım oldu vilayətdən difa olunsun və Əmirül-Möminin məsləhətlərə görə səbr eləməli idi. Xanım Zəhra öz xutbələri ilə, öz hərəkətləri ilə, öz iqdamları ilə vilayətdən müdafiə elədi. O vaxt ki, İmam Hüseyin əleyhissalam şəhid oldu, xanım Zeynəb-i Kubra haman bayrağı götürdü, idamə verdi. Yəni, bacı-qardaşlıq fəqət bəhsədə idi. Bir ülvi məqsəddə bir-birini təkmil eləmək idi, bir-birini kamilləşdirmək idi, bir-birinin boşluğunu doldurmaq idi. O ki, Əlinin səbri lazım idi, Zəhranın fəryadı lazım idi. O vaxt ki, İmam Hüseyin şəhid oldu, İmam Hüseynin məktəbi dəfn ola bilərdi Kərbəlada, apardı İmam Hüseynin məktəbidə Zeynəb-i Kubra, Suriyə, Şama, gətirdi Mədiniyə, Kufiyə. Bu, ucatmaqdır ailə əlaqəsini. Ailə fəqət bir nəsəb ya bir həyat yoldaşı unvanları daşımırdı. Bir-birlərinə köməkçi idilər. Ona görə vaxtı Peyğəmbər Əkrəm soruşur, xanım Zəhradan, Əmirül-Möminindən nə cür görürsən Əmirül-Möminin xanım Zəhranı? Bunlar bunu ne'məl oğun, əla taətillah. Nə gözəl köməkçidir Allah itaətində mənə. Yəni təkcə bu ki, gözəl həyat yoldaşdır, yox. Nə gözəl köməkçidir bu yolda. Bu, böyük bir məsələdir ki, insan diqqət eləsə, Əmirül-Möminin həyatında ayrı incəliklər də vardır. Buyurur, mən indiyəcən xanım Zəhranı əslan qəzəbləndirməmişəm və o əslan məni qəzəbləndirməyibdir. Nə cür yaşayırlar bir yerdə? O ona əsəblənməyə, bu buna əsəblənməyə. Bir-birini başa düşmək, o ülvi məqsəd üçün məvəddət və rəhmət ilə bahəm yaşamaq. Bunlar hamısı nüktələrdir ki, xanım Zəhra və Əmirül-Möminin həyatında və bu ailədə biz görürük. Əssalamu aleykum və rəhmətullah və bərəkatuhu.